Bugün 27 sentyabr anım günüdür. Bugün sadəcə bir tarix deyil, bütöv bir xalqın qüruru, mübarizəsi və fədakarlığının simvoludur. Bugün xalqımız hüznü və qüruru eyni anda yaşayır. Çünki şəhidlərimizin qanı ilə yazılan tarix heç vaxt silinməyəcək. Teymur zabit idi. Özü həmin vaxtda da məzuniyyətdə idi. Teymur məzuniyyətdən elə bir vəziyyətlə əlaqədar geri çağırdılar. Bugünkü gün saat 6 tamamda onlar yola çıxıblar Füzuli istiqamətinə. Mən qısa belə deyə bilərəm ki, Teymur 44 günlük müharibənin 44 günündə də oldu. Əvvəlindən başlamış düz sona qədər. Sonuncu da oldu Şuşa şəhərində İsa bulağı olan dağın elə bir üstündə. Həmin orada Şuşa-Laçın yolunda orada şəhid oldu. Noyabr ayının 9-unda. Yəni son günə qədər getdi. O şəhid olandan da bir 5 saat sonra prezidentimiz elan elədi ki, artıq müharibə dayandı. Dayandı, sakitçilikdir. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Teymur da özünün xüsusi igidlikləri oldu. Teymurun prezidentimiz tərəfindən 5 dənə medal, bir dənə də ordenlə təltif olunubdur. Şanlı yoldur, şərəfli yoldur, hamısı keçiblər. Allah hamısının ruhunu şad eləsin, məqamlarını uca eləsin. Övladlarımız vətən aldılar, vətəni bütöv elədilər. Əslində bugünkü gün matəm günü deyil, ən matəm günüdür, hüzün günüdür. Həm də qələbənin ilk başlanğıc günüdür. Bugünkü gün elə bir qələbəyə aparan ilk addımdır. Niyə məhz bu tarix? Çünki zəfərə gedən 44 günlük mübarizəmiz məhz bu tarixdə başlamışdı. Azərbaycan xalqı şəhidlərinin əziz xatirəsini yad etmək üçün buradadır. Onlar şəhidlərimizin məzarına güllər düzür, dualar oxuyur. Bizim torpaqlarımızın azad olmayında şəhidlərimizə Allah rəhmət eləsin, yerləri nurla dolsun. Allah valideynlərinə səbir versin. Torpaq uğrunda, vətən uğrunda, millət uğrunda şəhid olublar. Allah rəhmət eləsin, yerləri nurla dolsun. Qazilərimizə can sağlığı versin, uzun ömür versin. Özüm müharibə zamanı hərbi qulluqçu olmuşam, müddətən hərbi qulluqçu, kəşfiyyatçı. Bir çox döyüş zamanı bir çox rayonlarda iştirak etmişəm. Müharibənin axırlarına yaxın yaralanmışam. Bu gündən bağlı həm sevincliyəm, həm kədərliyəm. Sevincliyəm ona görə ki, Allaha çox şükür ki, işğal torpaqlarımız alındı və inşallah ki, heç bir zaman Allah nə dövlətimizə, millətimizə, xalqımıza bir daha müharibəyə yaşatmasın. Hər zaman rahat, gözəl yaşayın inşallah. Bundan sonraki balalarımız gözəl yaşasın. Kədərliyəm ki, mən də bir övlad atası olaraq şəhid övladlarını görürüm. Hətta mənim burada döyüş yoldaşlarım var. Tağızadə birincisi Hüseyin kurs yoldaşım oldu. Onun qızı 5 yaşı var. Müharibəyə gedən zaman uşaq dünyaya təzə gəlmişdi. Yəni ata qızını görməmişdi. Mən indi onu görürəm. Yəni çox kədərlənirəm. Əlbəttə ki, övladlar bizim fəxrimizdir, ataları kimi qürurludular, başı dikdilər. Allah hamısına can sağlığı versin, şəhid analarına, şəhid yoldaşlarına, atalarına. Allah bütün qazilərimizə şəfa versin. Mən bir daha fəxr edirəm ki, Azərbaycanlıyam və Azərbaycanlı olaraq ölkəmizin hər yerdə, hər mənada bütün qəhrəmanlarla tanıtdırdıq. Burada 2-ci Şəhidlər Xiyabanında hər yaşdan, hər nəsildən insan bir aradadır. Şəhid ailələri, qazilər, gənclər, hər bir şəxs vətən uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir. Bugün bizi birləşdirən şəhidlərimizin canı bahasına qoruduğu vətən sevgisidir.
O da öz xoşu ilə, istəyi ilə hərbini seçdi, hərbiyə getdi. Mən etiraz eləsəm də getdi, 8 il oxudu, zabit oldu. Özü döyüş bölgəsində 6 ildir xidmət edirdi. Müharibə başlayanda, mənə deyəndə müharibə başladı. Mən çox pis vəziyyətə qaldım ki, yəni tək evladım çətindir də mən üçün. Amma o mənə gülə-gülə dedi ki, başa düşmürəm ona, sənə müharibə lazımdırsa mənə lazımdır. Mən o torpaqları almaq üçün yaşayıram. Mən bu sənəti seçməkdə də məqsədim olub ki, torpaqlarımız azad olsun. Düzdür, mən oğlumla fəxr edirəm, amma çətindir. Çünki qəlbimdə sağalmayan yaram var, bala yarası. O yaranı açan odur. Bir dənə təsəllim odur ki, yanına gedim, o yaranı özü qaparsın. Başqa heç nə. Allah kömək olsun. Bütün şəhidlərin qarşısında bir ana kimi qürur duyuram, baş əyirəm. Çünki belə oğullarımız var idi. Mən də o oğulların birinin anasıyam. Ne oldu? Dikkat!